Değerli və əziz boğalar, mən sizlərlə salamlayıram. Boğalar üçün də bu aprel ayı, 4-cü ay çox düşümlü olacaq. Ümumiyyətlə bütün bürclər üçün, amma xüsusilə də mən vurğuladım. Qoçlar, şirlər, oxatanlar bunlar seçiləcəklər biraz başqa bürclərə nisbətən. Və boğalar, amma aprel boğaları daha çox hiss edəcəklər. Çünki aprel boğaları demək ki, aprel qoçlarına yaxın olduqları üçün elə bir qonşu tərəfdir, daha çox hiss edəcəklər. Sizlər üçün də yeni münasibətlər, yeni başlanğıclar, köhnədən cəsarətiniz çatmayıb, etmədiyiniz işləri görəcəksiniz, cəsarət etməyib, işlərə start vermədiyiniz o işləri bitirəcəksiniz. Gəlin, indi paparyatku belə ardıcıllıqla söyləyeyim sizlərə. Uran ümumiyyətcə sizi biraz geri salmışdı münasibətlərdə. Ola bilər kimi özündən yaşca böyük insanlarla yaşayıb. Məsələn, oğlanlar özlərindən yaşca böyük qadınla yaşayıb və yaxud hansısa qadındır, xanımdır, özündən yaşca çox böyük və yaxud yaşca çox kiçik insanla yaşayıb. Bir neçə illəri boşuna gedib. Ola bilər siz dəri rəngi fərqli olan, başqa millətdən olan, dəri rəngi fərqli olan, yenə söylədiyim kimi və yaxud milliyyəti fərqli olan bir insanla iş qurmusunuz və yaxud yaşamısınız, amma yarımçıq qalıb, bir neçə illərdən sonra yarımçıq qoymusunuz. Baxın, bunları son yetirəcəksiniz. Necə son yetirəcəksiniz? Artıq bir qərara gələcəksiniz. Və sizə zərbə vuran insanlardan uzaq duracaqsınız ümumiyyətcə. Uran ümumiyyətcə özünün belə, Uran ümumiyyətcə neobычный bir planetdir da, belə çox sadə bir planet deyil, ümumiyyətcə ağır planetdir, ağırdır. Ümumiyyətcə boğalar üçün ola bilsin ki bu boğalar üçün neожиданно belə gözlənilmədən bir yol açılar, gözlənilmədən bir xəbər olar, bir kömək, dəstək olar, ya dostundan, ya qardaşı, bacısı, yəni bundan ummurdu və onun köməyi, dəstəyi olar. Bu da finansı, maddiyyat baxımından. Və aprelin ikisi Polnoluniyadır. Polnoluniyada da dolu ayda sizlər üçün də ola bilsin yarımçıq qalan işləriniz var. Bunu da siz 10 aprelə salacaqsınız. Zaten 10 apreldə 2 il öncə nələr yarımçıq qalmışdısa, hansı işlər yarımçıq qalmışdısa, onun davamını getirəcəksiniz. Dolu ayda da ki sizlərə kiminsə söhbətini eşidərsiniz, kiminsə xeyir işinin söhbətini eşidərsiniz, kiminsə yığıncağının söhbətini eşidərsiniz, amma bu sizə yaxşı təsir edər. Nə yaxşı ki oldu, nə yaxşı ki var, nə yaxşı ki bu olacaq kimi, bax bu cür deyərsiniz. Və ümumiyyətcə yeni iş çıxır sizə, yeni ideyalar. Boğalar üçün ümumiyyətcə aprel ayından başlayaraq yeni işlər olacaq. Çox boğalar var ki, onlara yeni kurslara yazılacaqlar, yeni kursla işdən əlaqədar sizi harası göndərərlər. İşi olmayan boğaların əksəriyyəti iş tapacaqlar. Yəni bu sizin üçün şansdır. Öz sənətiniz üzərində işləyəcəksiniz. Məsəl üçün, əvvəllər işlənmirdim, indi işləyirəm. Və yaxud bir işdən digər işə transfer olacaqsınız. O da bilər sizə hansısa işlə təmin edərlər. İkinci iş olaraq işləyə bilərsiniz. Bu sizin üçün maddi baxımdan çox dəstək olacaqsınız özünüzə.